بسم الله الرحمن الرحیم و به نستعین و هو خیر ناصر و معین. Söhbətimiz yenə Muaviyə ilə bağlıdır. Keçən söhbətimizdə Muaviyə haqqında söhbət elədik, məlumat verdik və onun Əli əleyhissalamla nə dərəcədə düşmən olmasını tarixlərlə isbat elədik və onun münafiq olmasını Səhih Müslimlə və başqa tarixi kitablarla sübut elədik və onun hətta kafir olmağını da sübut elədik. Və yenə həman söhbəti istəyirik idamə verək. Böyük sünni alimi Zübeyir ibn Bəkkar Kitab-ı Əxbar-ı Müvəffəqiyyətdə 576-cı səhifədə və tanınmış tarixçi Məsudi Muruci Zəhəbin 3-cü cildinin 454-cü səhifəsində İbn Əbülhədid Mutəzili Şərh-i Nəhcül Bəlağədə 1-ci cildinin 463-cü səhifəsində yazırlar ki, Muğayrət ibn Şubənin oğlu Mütərrəf deyir ki, mən atam Muğayrət ibn Şubə ilə Muaviyənin yanına gedib gəlirdim. Atam gecələr həmişə gedərdi Muaviyənin yanına və evə qayıdıqdan sonra Muaviyənin fərasətindən, onun bacaracağından, onun siyasətindən tərif eləyərdi. Mütərrəf deyir ki, bir gün atam Muaviyənin kənarından evə qayıdanda gördüm ki, atam çox pərişandır, çox nigarandır. Onun səbəbini sual eləyəndə atam Muğayrət ibn Şubə qayıdıb mənə dedi ki, mən çox kafir bir adamın yanından indi gəlirəm. Ona xatiri ki, mən Muaviyəyə qayıdıb dedim ki, bu qədər ki, Bəni Haşimlə, Həzrət Əleyhisselamla müharibə elədin, mübarizə apardın, daha bu mübarizələrdən əl götür. Muaviyə qayıdıb mənə dedi ki, ey anasız, Peyğəmbərdən sonra Əbu Bəkir xəlifə oldu, 2 il nə qədər xəlifə oldu, ölüb getdi, ondan heç bir şey qalmadı, onun bir adını da zikr eləyən yoxdur. Ömər 10 il xəlifə oldu, o da ölüb getdi, heç onun adını da çəkən yoxdur. Osman da xəlifə oldu, 12 il, yenə də onun adını heç zikr eləyən yoxdur. Amma hər gün 5 vədə azanda deyirlər ki, əşhədu ənə Muhammədən Rasulullah. Bu mənə çox təsir eləyir. Mən o qədər bunlarla mübarizə aparıram, ta ki Peyğəmbərin adını da o azandan silim. Yəni Peyğəmbərin adını da dəfn eləyim. O cürə ki, rəvayətdə var. Onun Peyğəmbər sallallahu adını da istəyirdi ki, aradan apara. Bu Muaviyənin əqidəsidir ki, böyük sünni alimləri Məsudi İbn Əbülhədid Mutəzili və Zübeyir ibn Bəkkar öz əsərlərində qeyd edirlər. Bu da demək olar ki, bugünkü Muaviyələrin, Vəhabilərin dayısıdır. Və aya görəsən Muaviyə ilə bağlı onun fəzilətini göstərən bir rəvayət varmı? Ərz eləyək ki, hətta İbn Teymiyyə öz kitablarında qeyd edir ki, Muaviyədən heç bir fəzilət nəql olunmayıb İslam aləmində. İbn Teymiyyə Minhac-ı Sünnənin 4-cü cildinin 440-cı səhifəsində yazır ki, Taifətun vəzəğul li Muaviyyə fəzailun və rəva hadisun ənin nəbi fi zalik kulluha kizbun. Bir qrup insanlar gəliblər, Muaviyənin fəziləti ilə bağlı yalandan hədislər düzədiblər və onu Peyğəmbərin adına nisbət veriblər. Kulluha kizbun, bunların hamısı yalandır. Yəni Muaviyənin fəziləti barəsində nəql olunan rəvayət hamısı batildir. Bunu İbn Teymiyyə, yəni Vəhabilər buna deyirlər, Şeyxülislam, Vəhabilərin kökü gedir İbn Teymiyyə çatır. Və İbn Həcər Əsqalani ki, 852-də vəfat edib, Səhih Buxarinin şərhində, yəni Fəthül Bari adlı kitabının 7-ci cildinin 104-cü səhifəsində deyir ki, Qəd varada fi vəzaili Muaviyyə əhadisin kəsirə. Muaviyyənin fəziləti ilə bağlı çoxlu rəvayətlər nəql olunub. Lakin ləysə fihə ma yəsihhu min təriqil isnad. Amma onların sənədləri hamısı nədir? Batildir. Heç birisi səhih bir dənə sənədi yoxdur. Bu rəvayətlərin sənədi yoxdur, yəni batil bir rəvayətlərdir. Və Bədruddin Eynid ki, Səhih Buxariyə bir şərh yazıb Umdatul Qari adında. O Umdatul Qarinin 16-cı cildinin 249-cu səhifəsində yazır ki, Fəin qult qəd varada fi fəziləti əhadisin kəsirə qultu nəam və lakin ləysə fiyyə hadisin yəsihu min təriqin isnad. Əgər bir nəfər desə ki, Muaviyənin fəziləti barəsində çoxlu hədislər var. Mən də deyərdim ki, bəli, var bu hədislər. Amma onların hamısının sənəti nədir? Zəifdir. Sənədləri hamısı batildir. Yəni, səhih rəvayət deyil. Var rəvayət ancaq batil rəvayətlərdir.
Bir nümunə kimi arz eləyək ki, Sahih Müslimdə bir rivayet nəql olunur ki, Peyğəmbər salavatullah buyurmuşdur: Allahumma la təşbəq bətnə, ilahi bunun qarnını doyurma. Sahih Müslimdə Muaviyə haqqında bir dənə bu rivayet nəql olunur. Ya bu Muaviyənin fəzilətini yetirir ki, Peyğəmbər buyurdu ki, ilahi bunun qarnını doyurma gidən. Sahih Müslimdədir bu rivayet. El-Birr və Silə kitabında 96-cı hədisdə Mən la'anahun nəbi əv səbbəhu cəaləhullahu lahu zəkatan və tahura. Peyğəmbər hər kəsi səbb eləsə ya lənət desə, Allah onun səbbini və lənətini o adam üçün paklıq qərar verəcək, onun üçün zəkat qərar verəcək. Yəni nəuzubillah, Peyğəmbər salavatullah bəzən bunların əqidəsinə görə cayırdı, ağzına gələn deyirdi və Allah ilə təqavvur bağlamışdı ki, ilahi mən kimi lənətləsəm ya kimə söyürsən, səbb eləsəm, sən o səbbi o lənəti onun üçün paklıq qərar verginə, zəkat və paklıq qərar ver. Və bu babda bu rəvayəti gətiriblər. Və bildirmək istəyir ki, düzdür, Peyğəmbər salavatullah deyib ki, ilahi bu Muaviyyənin qarnını doyuzdurma, amma o bizim ağamız üçün bir şərafətdir, bir fəzilətdir. Çünki Peyğəmbər salavatullahın lənəti də bunlar üçün rəhmətdir. İbn Kəsir El-Bidayət və Nəhayədə 8-ci cildinin 119-cu səhifəsində nəql edir ki, İbn Abbas deyir ki, mən uşaq idim, uşaqlarla oynayırdım. Peyğəmbər salavatullahını ki, gördüm, uzaqdan gəlir bizə tərəf, bildim ki, gəlib mənə bir qulluq deyəcək. Ona xatir qapının arxasında gizləndim. Peyğəmbər salavatullah gəldi, bir-iki dəfə mənim çiynimdən vurdu, yəni mənə işarə elədi və mənə dedi ki, get Muaviyyəni çağır. İbn Abbas deyir ki, mən getdim Muaviyyəni çağırmağa, Muaviyyə dedi ki, mən xörək yeyirəm. Mən də gəldim Peyğəmbərə dedim ki, Muaviyyə gəlmədi, o xörək yeyirdi. İkinci dəfə yenə məni göndərdi, yenə Muaviyyə dedi ki, mən xörək yeyirəm. Üçüncü dəfə Peyğəmbər salavatullah məni göndərəndə Peyğəmbər salavatullah buyurdu ki, Allahümmə la təşbəq bətnə, ilahi bu Muaviyyənin qarnını doyuzdurmayına. İbn Kəsir bunu nəql edəndən sonra buyurdu ki, bəli, bu bizim ağamız Muaviyyə haqqında bir dua idi. Peyğəmbər salavatullahın duası da qəbul oldu. Ona xatir bizim ağamız Dəməşqdə hakim olanda gündə 7 dəfə xörək yeyərdi, doymazdı. Və xörək yeyəndən sonra deyərdi ki, mən şirniyyat gətirin, ondan sonra meyvə gətirin, yeyərdi, doymazdı. Ondan sonra deyərdi ki, mən yeməkdən yoruldum, ancaq doymadım. İbn Kəsir deyir ki, bəli, bu ağamız haqqında bir Peyğəmbər salavatullahın duası idi, bu bir dənə neymətdir. Ne üçün? Çünki padişahların arzusu budur ki, yesinlər, doymasınlar. Ona xatir Muaviyyə də yiyirdi, doymurdu. Və qiyamət günündə də Allah təbaraka və təala Muaviyyəyə rəhm eləyəcək, çünki Peyğəmbər salavatullahın lənəti, Peyğəmbər salavatullahın bir nəfəri səbb eləməsi onun üçün rəhmətdir, onun üçün nədir? Paklıqdır və zəkatdır. Ona xatir qiyamətdə də Muaviyyəyə Allah rəhm eləyər. Bunlar çarəsizdir, deməli, onların əlindən heç bir şey gəlmir. Məhəbbətləri var Muaviyyəyə, heç bir fəzilət tapa bilmirlər. Bilənçi bir rəvayətdir ki, bunlar ilə qarğışdan başqa bir şey deyil. İlahi, sən Muaviyyənin qarnını doyuzdurma. Onu göndəriblər, güya ki, ağamızı dua eləyim. Amma Həzrət Əli əleyhissalam barəsində onların kitabları doludur. Onlar Əli əleyhissalamdan üz döndəriblər, Muaviyyənin qapısına gediblər. Muaviyyə də elə bir şəxsiyyətdir ki, yeyirdi, doymurdu. Yeməkdən yorulurdu, ancaq demək olar ki, qarnı doymurdu. Zəhəbi ki, 748-də vəfat edib, Təzkirətül Huffazda 698-ci səhifədə və 701-ci səhifələrində bu rəvayəti gətirir və deyir ki, şayət bu hədis Muaviyyə üçün fəxr ola. Çünki Peyğəmbər salavatullah buyurmuşdur ki, ilahi, mən hər kəsə nasazə desəm və hər kəsə lənət desəm, onun üçün rəhmət qərar ver. Zəhəbi şayət deyir, ancaq İbn Kəsir deyir ki, yəqinən bu ağamız üçün rəhmətdir. Əgər beləncidirsə, Peyğəmbərin qəzəb halında olan lənəti rəhmətdirsə, onda Peyğəmbər salavatullahın qəzəb halında olan lənətindən olsun bu vəhhabilərə. Və ərz eləyək ki, Sünni aləmində 6 dənə mötəbər kitab var ki, onlara Sihah-ı Sittə deyirlər. Onlardan biri Sünən-i Nəsaidir. Yəni, Əhməd ibn Şüeyb Nəsainin yazdığı Sünən kitabıdır. Təzkirətül Huffazda Şəmsüddin Zəhəbi və həmçinin İbn Xəlləkan və Fayatul Əyanın 1-ci cildinin 59-cu səhifəsində qeyd edirlər ki, həman bu Nəsai bir gün gedir Dəməşqə.
Dəməşqə gedir, görür ki, bu Dəməşqdə Əli tanıyan yoxdur. Bu qərara gəlir ki, bir dənə kitab yazsın, ta bunlar hidayət olanlar. Və Həzrət İmam Müvahhidin əleyhissalamın fəziləti barəsində Nəsai bir dənə kitab yazır, Fəzail Əli ibn Əbu Talib. Əli ibn Əbu Talib əleyhissalamın fəzilətləri kitabı. Dəməşqdə bu Nəsaiyə deyirlər ki, sən bizim ağamız Muaviyyə barəsində də bir dənə kitab yaz. Onun fəzilətini demək olar ki, orada qeyd edilir o kitabda. Nəsai deyir ki, mən axı belə bir rəvayət tanımıram. Peyğəmbər sallallahu Muaviyyə barəsində belə şey deməyib. Yalnız bir dənə rəvayət var, Səhih Müslimdə nəql olunub. Allahumma la təşbəh bətnə. Peyğəmbər bu ki, ilahi Muaviyyənin qarnını doyuzdurma. Bunu demək olar. Nəsai'ni o qədər vurdular. Nəsai 303-cü ildə demək olar ki, vəfat elədi. Hafiz Əbu Nəim deyir ki, haman o Nəsai ki dedi, bəli Peyğəmbər o ki, Allah Muaviyyənin qarnını doyuzdurmasın. Ona xatirini o qədər vurdular. 303-də vəfat elədi. Amma İbn Şirəviyyə Deyləmi Muaviyyə haqqında bir dənə rəvayət tapıb, demək olar ki, onu fəxrdən Firdovsul Əxbar kitabında nəql edir. O rəvayət də bundan ibarətdir ki, Peyğəmbər sallallahu buyurmuşdur: "Ənə Mədinətul ilm və Əliyyun babuha və həlqətuha Muaviyyə." Mən elmin şəhriyəm, Əli onun qapısıdır, Muaviyyə də o qapının həlqəsidir. Keçmişdəki qapılarda həlqə olardı. Muaviyyə deyir ki, mən də o qapının həlqəsiyəm. Peyğəmbər sallallahu buyurub ki, mən elmin şəhriyəm, Əli onun qapısıdır. Görürüz, İslam aləmində bu hədisin başına nə musibət gətiriblər. Biri deyir ki, bəli, Muaviyyə qapının həlqəsidir. O bir rəvayətdə var ki, Əbu Bəkir onun divarıdır, Ömər onun sütunudur, Osman onun banıdır, tavanıdır. Belə rəvayətlər çoxdur. Peyğəmbər bir daha buyurur ki, mən elmin şəhriyəm, Əli onun qapısıdır. Bu arada söhbət eləmişik. Hakim Nişaburi bunu Müstədrək Səhihində nəql edir. Amma bu hədisin başına nə musibət gətiriblər. Biri deyir, mən qapının həlqəsiyəm, indiki qapılarda həlqə də olmur. Demək olar ki, həlqənin vaxtı keçib. Muaviyyə ilə həlqə kimi bir boş şeydir. Aya Muaviyyəyə lənət eləmək düzgündürmü? Həzrəti Peyğəmbər sallallahu nəql olunan rəvayətlərlə Quran-ı Kərimin bəzi ayələrini bir-birinə müqayisə eləsək, görərik ki, Muaviyyəyə lənət eləmək caizdir. İcaza verilir. Çünki Həzrəti Peyğəmbər sallallahu buyurmuşdur ki, mən aza Əliyyən fəqət azani. Hər kəs Əliyə əziyyət eləsə elə bir ki, mənə əziyyət eləyir. Bu Peyğəmbərin hədisidir. Bunun sənədində ibarətdir Musnəd Əhməd ibn Həmbəldə bu var. 3-cü cildin 483-cü səhifəsində. Hakim Nişaburi Müstədrək Səhihində nəql edir 3-cü cildinin 122-ci səhifəsində. İbn Əsakir Tarix-i Dəməşqdə 1-ci cildinin 389-cu səhifəsində. Bəlazəri Ansab Əl-Əşrafın 2-ci cildinin 146-cı səhifəsində. Heysəmi Məcmu Zəvaidin 9-cu cildinin 146-cı səhifəsində. Və Kifayət-ı Talibdə Gənci Şafii bunu nəql edir 276-cı səhifədə. Həsqani Hənəfi məzhəbindədir Şəvahid-ü Tənzildə 2-ci cildinin 98-ci səhifəsində 777-ci hədisdə bunu gətirir. Cəlaləddin Suyuti Cami-ü Səğirin 2-ci cildinin 135-ci səhifəsində, İbn Həcər Məkki Savaq-ı Muhriqənin 73-cü səhifəsində və başqa mənbələrdə bu rəvayət gəlib. Ki, Peyğəmbər sallallahu buyurmuşdur, mən aza Əliyyən fəqət azani. Hər kəs Əliyə əziyyət eləsə, elə ki, mənə əziyyət eləyib. Əgər Əli əleyhissalama əziyyət eləyən Peyğəmbərə əziyyət eləyibsə, Quran-ı Kərimdə buyurur ki, kim Peyğəmbərə əziyyət eləyibsə, Allahın lənəti olsun, həm dünyada, həm axirətdə. Surə-i Əhzab, ayə 57. Allah Teala buyurur ki, Əuzu billahi minəşşeytanirracim. İnnellezine yuzunullaha və rasulahu la'anahumullah fid-dunya vel-axirə və a'adda lahum azaban muhina. Hər kəsi ki, Allah və onun Peyğəmbərini əziyyət eləsə, Allah onlara lənət eləsin, həm dünyada və həm axirətdə. Və Allah onlar üçün xar eləyən bir dənə əzabı amadə eləyib, hazırlayıbdır. Bu Allah Təbarək və Teala'nın müqəddəs kitabında olan ayədir ki, buyurur ki, kim Peyğəmbər əziyyət eləsə, Allahın lənəti olsunlar, dünyada və axirətdə. Peyğəmbəri əziyyət eləyən kimdir? O kəsi ki, Əlini əziyyət eləyən. Əlini əziyyət eləyən kimdir? Muaviyyə. Deməli, Muaviyyə ilə Peyğəmbəri əziyyət eləyib. Çünki Əliyə əziyyət eləyib ki, o barədə biz keçən söhbətlərimizdə işarə elədik. Əli əleyhissalamla Muaviyyənin düşmənçiliyi mövzusunda söhbət eləmişik. İstəyənlər buraya müraciət edə bilər. Və bu hədislə bu ayəni bir-birinin kənarına qoyanda görür ki, bəli, Muaviyyə Peyğəmbərə əziyyət eləyib. Allah Teala da buyurur ki, hər kəs Peyğəmbərə əziyyət eləsə, Allahın lənəti olsun ona. Deməli, Allahın lənəti olsun Muaviyyəyə
hem dünyada hem ahirette ve a'adda lahum azaban muhina ve Allah onlar için büyük bir hariliyen azabı hazırlamıştır. Ve bir tarihi nöqtəni arz edeyim ki 225-ci ildə, yəni Təbəridən qabaq yaşamış böyük İslam tarixçisi Madaini Kitab-ı Əl-İhdasda nəql edir ki, Muaviyyə Ammul Cəmaa ilində, yəni hicrətin 40-cı ilində bütün İslam məmləkətində onun öz valilərinə məktub yolladı. Dedi, hər kəs Əbu Turab, yəni Əli əleyhissalamın fəziləti haqqında bir rəvayət nəql eləsə, onun qanı halaldır. Hər kəs Əli əleyhissalamla bağlı Peyğəmbərdən bir rəvayət nəql eləsə, Həzrət əleyhissalamın fəziləti barədə bir rəvayət nəql eləsə, onun qanı halaldır, o gərək öldürürlər. Bu göstərir ki, Muaviyyə nə dərəcədə Əli ilə düşmən olub və əziyyət eləyib Əliyə. Aya görəsən Muaviyyə şərabxor olub ya yox? Bu barədə tarixi sənədlər çoxdur ki, göstərir Muaviyyə şərabxor olub. İbn Əsakir Təhsib-ü Təhsibi 8-ci cildinin 212-ci səhifəsində Zəhəbi, yəni Şəmsüddin Zəhəbi Siyar-ı Əlam-ı Nübəlanın 2-ci cildinin 4-cü səhifəsində Əhməd ibn Həmbəl Musnəd-i Əhməddə 5-ci cildinin 325-ci səhifəsində yazırlar ki, bir gün Ubadət ibn Samit Dəməşqdə bir xiyabanla keçəndə gördü ki, bir dəvə karvanı gəlir. Yaxınlaşdı, sual elədi ki, bu dəvə karvanın yükü nədir? Dedilər ki, bu Muaviyyə üçün gedir, hamısı şərabdır. Ubadət ibn Samit qılıncı çıxardır və o məşqlərin hamısını paralayır və o şərabları tökür yerə. Bu xəbər çatır Muaviyyəyə. Muaviyyə Əbu Hureyrəni göndərir Ubadət ibn Samitin yanına ki, ona desin ki, bizdən işi olmasın. Əbu Hurreyrə gəlir Ubadət ibn Samitin yanına. Ubadət ibn Samitə deyir ki, sənin nə işin var Muaviyyə ilə? O şərab içir, ya şərab satır, onunla işin olmasın. Ubadət ibn Samit qayıdır Əbu Hurreyrəyə deyir ki, biz Peyğəmbər salavatullah ilə beyət eləmişik ki, əmr-i məruf və nəhy-i münkər edək. Yəni cəmaatı vacibi işlərə dəvət edək və haram işlərdən çəkindirək. Ondansa Əbu Hurreyrə görür ki, xeyr. Bu demək olar ki, imkan verməyəcək biz öz qardımızı burada otaraq. Gedir Muaviyyə bunu deyir. Muaviyyə bir məktub göndərir Osmana. Osman da o vaxtı xəlifə olur Mədinədə. Deyir ki, bəs Ubadət ibn Samit bizə imkan vermir. Osman deyir ki, onu Mədinəyə yolla. Muaviyyə Ubadət ibn Samiti göndərir Osmanın yanına Mədinəyə. İbn Əsakir deyir ki, Ubadət ibn Samit gəlir Osmanın evinə, görür ki, xörək yiyir. Osman bir dəfə başını qaldırır, görür ki, Ubadət ibn Samit onun evindədir. Osman deyir ki, sənin Muaviyyələ nə işin var? Ubadət ibn Samit qayıdır Osmana deyir ki, Osman, mən Peyğəmbər salavatullahdan eşitdim ki, məndən sonra o kəslər gələr hakimiyyət bəşinə, o kəslər xəlifə olacaq ki, onlar öz çirkin əməlləri ilə cəmaatı çirkin işlərə adət verəcəklər. Cəmaat onlara baxmaqla batil yollara gedəcəkdir. Yəni ki, haram işlərə tərəf yönələcəklər. Və Peyğəmbər buyurdu ki, cəhd eləyin, ta onların xəlifəliyi dövründə harama düşməyəsiniz. Və Həzrəti Peyğəmbər salavatullahın bu kəlamlarını Ubadət ibn Samit Osmana deyəndə İbn Əsakir deyir ki, Osman daha heç bir şey demir və etiraz eləmir Ubadət ibn Samitə. Bu demək olar ki, göstərir ki, Muaviyyə kimdir, Osman kimdir və onlar necə şərab alveri ilə məşğul olublar. Əhməd ibn Həmbəl Musnəd-i Əhməddə 5-ci cildinin 347-ci səhifəsində Abdullah ibn Bureydədən nəql edir. Abdullah ibn Bureydə deyir ki, mən atamla Muaviyyənin evinə getdim. Muaviyyə süfrə sərdi, xörək yedik. Ondan sonra Muaviyyə dedi ki, şərab gətirin. Şərab gətirdilər. Muaviyyə başladı bu şərabdan içməyə. Mənim atam Bureydəyə dedi ki, sən də içkinə. Atam Bureydə dedi ki, Peyğəmbər salavatullah bu şərabı haram eləyəndən bəri mən ondan öz ağzıma vurmamışam. Bu da Əhməd ibn Həmbəl kitabı Musnəddə bunu nəql edir ki, Muaviyyə şərab içirdi. Və İbn Əsakir tarix etməşdə Muaviyyənin şərab içməsi ilə bağlı böyük bir dənə babaşı o rəvayətlərin hamısını orada cəm eləmişdir. Aya görəsən bu Muaviyyə ki deyirlər katibi vəhy olub, vəhy yazıb,
Oya bu həqiqəti var ya yox? Tarixçilər nəql edirlər ki, Muaviyə vəhiy yazmayıb. İkinci də ki, əgər vəhidə yazsa, bu onun üçün şərafət deyil. Çünki Abdullah ibn Sa'd ibn Əbi Sərq ilə Peyğəmbər üçün Mədinədə vəhiy yazırdı. Axırda münafiq oldu, köçdü Məkkəyə. Peyğəmbər sallallahu Məkkəni fəth edəndə dedi ki, bunun qanı halaldır. Əgər o Kəbənin divarına da pənah aparsa, gərək onu öldürərlər. Və Peyğəmbər sallallahu Məkkəni fəth elədi. Osmanın xalası oldu, həm də süd qardaşdı Osmanla. Osman onu gətirdi Peyğəmbər yanına, dedi: "Ya Rasulullah, bunu əfv elə, bunu mənə bağışla." Peyğəmbər də daha ondan işi olmadı və Osman xəlifə olan dövrdə haman bu Abdullah ibn Sa'd ibn Əbi Sərxi Misirdə hakim elədi. Əgər bu vəhiy yazmaq adamı mömin eləmək, bu münafiq da elə vəhiy yazırdı. Və bundan əlavə Sahih Müslimdə rəvayət var və onlar bu rəvayət əsaslarına deyirlər ki, Muaviyə də vəhiy yazırdı. Sahih Müslimdə Fəzail-i Sahabə kitabında 2005-1-ci hədisdə Əbu Süfyanın fəziləti babında nəql olunur ki, İbn Abbas deyir: "Kanal muslimunə la yanzuruna ila Əbu Süfyanə və la yuqaidunahu." Müsəlmanlar Əbu Süfyanın üzünə baxmırdılar və onunla bir süfrədə oturmurdular. Yəni onu adam yerinə saymırlar. Çünki 20 ildən çox müsəlmanlarla vuruşmuşdu. İndi Məkkəni fəth edəndən sonra müsəlmanlar demək olar ki, ona pis baxırdılar. Onunla bir yerdə oturmurdular və ona nəzər eləmirdilər. Bu Əbu Süfyan gəlir Peyğəmbərə deyir ki, "Fəqala li nəbi, ya nəbiyyəllah, salasun a'tihinnə qala na'am." Peyğəmbərə buyurdu ki, "Ya Rasulullah, mən 3 dənə şey səndən istəyirəm, onları mənə ata eləginəm." Peyğəmbər də onunla razılaşdı. Biri o idi ki, Peyğəmbərə dedi ki, "Ya Peyğəmbər, mənim qızım Ümmü Həbibə ilə ailə qurginə." İkinci odur ki, Muaviyə qoy katibi olsun, sənin üçün yazı yazsın. Üçüncü də budur ki, məni bir dənə ordunun sərkərdəsi ilə ginən, o cürü ki, mən müsəlmanlarla vuruşurdum, bu günləri müsəlmanların cəbhəsində demək olar ki, kafirlərlə vuruşum. Bu 3 dənə şeyi Peyğəmbər sallallahu xahiş elədi. Peyğəmbər sallallahu da onu qəbul elədi. Əbu Zümeyl deyir, həma Sahih Müslimdə. Buyurur ki, əgər Əbu Süfyan bunları xahiş eləməsəydi, Peyğəmbər sallallahu demək olar ki, bunlara əhəmiyyət verməzdi. Nə onun qızı ilə ailə qurmazdı, nə də Muaviyyəni vəhiy üçün yazmaq üçün götürməzdi, nə də ki, Əbu Süfyanı ordu başçısı eləməzdi. Amma o xahiş elədi, Peyğəmbər də onun sözündən çıxmadı. Bu bir rəvayət idi ki, Sahih Müslimdən oxuduq. Bu göstərir ki, güya Peyğəmbər sallallahu deməklər ki, Əbu Süfyanın xahişi ilə Peyğəmbər Muaviyyəni götürüb vəhiy yazmağa. Amma Nəvəvi ki, Sahih Müslimə şərh yazıb, deyir ki, bu rəvayət batildir. Ne üçün? Çünki Ümmü Həbibə hələ Məkkə fəth edilməmiş Peyğəmbərlə ailə qurub. Peyğəmbər sallallahu o zaman Ümmü Həbibəni, yəni Muaviyyənin bacısını, Əbu Süfyanın qızı Ümmü Həbibəni öz əqindən gətirib ki, hələ Məkkə fəth edilməmişdir. Əbu Süfyan kafir idi. Bu rəvayətdə deyilir ki, Əbu Süfyan bunu xahiş elədi. Zəhabi ki 748-də vəfat edilib, Mizan İddianın 5-ci cildinin 116-cı səhifəsində deyir ki, bu hədis doğru deyil. Bu inkar olunmuş hədislərdəndir. İbn Qayyum Cüzi 751-də vəfat edilib, İbn Teymiyyənin məxsus şagirdlərindəndir. Cəlaul Əfham kitabının 1-ci cildinin 243-cü səhifəsində deyir ki, bu hədis batildir. Çünki Ümmü Həbibə hələ Məkkə fəth edilməmiş Peyğəmbərə ərə gedib. Və tarixçilər nəql edirlər, çoxlu alimlər, sahabələr nəql edirlər ki, Muaviyə əslən vəhiy yazmayıb. Muaviyə orada maliyyə işlərini yazıb, ya məktub yazırdı. Məsələn, Vəhabi alimi Şəmsüddin Zəhəbi Siyər-i Əlam-ı Nübəlanın 3-cü cildinin 123-cü səhifəsində yazır ki, Kana Zeyd ibn Sabit katibul vəhiy və kana Muaviyə katibən fīmə beynəl nəbi və beynəl ərəb. Yəni Zeyd ibn Sabit vəhiy yazırdı, ancaq Muaviyə isə Peyğəmbərlə ərəblər arasında olan məktubları yazırdı. İbn Həcər Əsqalani 852-də vəfat edib. Əl-Əsaba fi Təmiz-i Səhabədə 6-cı cildinin 153-cü səhifəsində yazır ki, Zeyd ibn Sabit vəhiy yazırdı və Muaviyə isə Peyğəmbər sallallahu məktublarını yazırdı. İbn Əbülhədi də Mu'təzili 655-də vəfat edib. Nəhşül Bəlağanın şərhində 1-ci cildinin 201 və 202-ci səhifələrində yazır ki, Vəllazi əleyhil muhaqqiquna min əhli sirə ennəl vəhiy kana yaktubuhu əla Əliyun və Zeyd ibn Sabit və Zeyd ibn Ərqəm.
Yani tarix yazan təhqiqatçılar, alimlər deyirlər ki, Ali aleyhissalam və Zeyd ibn Sabit və Zeyd ibn Ərqam vəhiy yazırdı. Və ənə Hanzalat ibn Rabi'a Tamimi və Muaviyyət ibn Əbi Sufyan kana yaktubani lahu iləl muluki və ilə ruəsail qabail. Buyurur ki, Hanzalat ibn Rabi'a və Muaviyyət ibn Əbi Sufyan isə Peyğəmbər sallavatullahın başqa qəbilə başçılarında və başqa demək olar ki, padişahlara göndərdiyi məktubları yazırdı. Muaviyyə ilə Hanzala. Amma Ali aleyhissalam və Zeyd ibn Sabit və Zeyd ibn Ərqam bunlar vəhiy yazırdı. Və Məhmud Əburiye Misri ki 1385-də vəfat edib, Əbu Hureyra ilə bağlı yazdığı kitabın 205-ci səhifəsində yazır ki, İz kayfa ya'manan nabi limisli Muaviyə ala an yaktuba lahuma yunazzilu fil Qur'an. Necə Peyğəmbər salavatullah Muaviyəyə etibar eləsin ki, etibar eləyərdi ki, geçsin vəhiy yazsın. Quran-ı Kərimin ayələri yazsın. Bu mümkün deyildi. Və huvə və əbuhu və ummihi əslamu kərəhan. Bir halda ki, Muaviyə və onun atası Əbu Sufyan və onun anası Hində məcburiyyət üzündən İslamı qəbul eləmişdirlər. Və lamma yadxulul iman fi qulubihim. İman onların qəlbinə əslən daxil olmamışdı. Peyğəmbər necə buna etibar eləyərdi ki, gəlsin vəhiy yazsın Peyğəmbər üçün? İnne haza mimma la yumkinu an yaqbilahul aqlu salim. Bu mümkün deyil. Adamın əgər normal şuuru olsa, normal əqli olsa, mümkün deyil bunu qəbul eləsin ki, Muaviyə gələ vəhiy yaza. Və İbn Qayyim Cüzi Badaiqul Fəvaid kitabının 4-cü cildinin 851-ci səhifəsində yazır ki, Sə'lə rəculun Əhmədə Əsməğu bələğəni ənə nəsara yaktubunəl məsahifə fəhəl yəkunu zalik. Bir nəfər Əhməddən sual elədi ki, aya mənə belə yetişib, mən eşitmişəm ki, xristiyanlar da vəhiy yazırdı. Aya bu mümkün idi, xristiyanlar da vəhiy yazır. Qalə nəəm. Bu Əhməd qayda edir ki, bəli, xristiyanlar da vəhiy yazır. Nəsaral Hirə. Hirədə yaşayan xristiyanlar vəhiy yazırdı Peyğəmbər üçün. Kanu yaktubunəl məsahibə. Onlar musafları yazırdılar. Və innəmə kanu yaktubunəha liqilləti mən kana yaktubuha. Çünki yazan az idi, yazıcı az idi. Ona xatir Peyğəmbər onları da götürmüşdü, yazırdı. Yəni hətta xristiyanlar da vəhiy yazırlar. Bu şərafət deyil ki, Muaviyə üçün. Biz deyək ki, bəli, Muaviyə vəhiy yazır və salam. Bu demək olar ki, onun fəzilətidir. Xeyr, xristiyanlar da yazırdı. Hətta Abdullah ibn Sa'd ibn Əbi Sarx da vəhiy yazırdı ki, münafiq idi. Və bunlar şərafat ola bilməz. Şərafat odur ki, Səhih Buxaridə rəvayət varımızdır. Peyğəmbər salavatullah buyurur ki, Həzrəti Əleyhissalama, Ya Ali, əntəm minni və ənə mink. Ya Ali, sən məndənsən, mən də səndənəm. Şərafat budur. Təhiyyətun lakum və rəhmətullahi və bərəkətuhu.